Esseni yazırsan, amma balın yenə də aşağıdır. Gəlin bu problemi bir dəqiqədə həll edək. Hər kəsə salam, mən Humay müəlliməm. B2 səviyyəsindəki bu esseyi gəlin bir yerdə ingilis dilinə tərcümə edək. Yeni il insanlar üçün köhnə vərdişləri geridə qoyub, yeni məqsədlər müəyyən etmək üçün əla fürsətdir. Yeni il əla fürsətdir. New Year is a great opportunity. İnsanlar üçün, for people. Köhnə vərdişləri geridə qoymaq, to leave old habits behind. Və yeni məqsədlər müəyyən etmək, to set new goals. Bu dövr bizə keçmiş təcrübələrdən dərs çıxarmağı və gələcəyə daha inamla baxmağı öyrədir. Bu dövr öyrədir bizə, this period teaches us. Keçmiş təcrübələrdən öyrənməyi, to learn from past experiences. Və gələcəyə daha inamla baxmaq, to look toward the future with confidence. Qoy yeni il hər kəsə xoşbəxtlik gətirsin. Bu ifadəni biz may ilə verəcəyik. Qoy yeni il gətirsin, may the new year bring. Hər kəsə xoşbəxtlik gətirsin, happiness to everybody. B2 səviyyəsindəki esseyimiz hazırdır. Videonu bəyənməyi və səhifəyə abunə olmağı unutmayın.